podkastda ara verdiyimiz müddətdən bu yana kimi hər səhər 6-7 arası dururam ki, mən idmana gedəcəm və gedə bilmirəm. Bir iki dəfə evdə ev vəziyyətində məşq etdim. Durdum məşq elədim. Uzun bir neçə aydan sonra bu günləri durdum getdim. Bax çətinlik nədədir? Çətinlik bir dənə o çölə çıxmaqdır. Bəli. O çölə çıxmağın yolunu nədə görürsən? Yəni necə mən özümü tərbiyələndirim ki, mən sabah da çıxım bir şey yaxşı dedi. Bakıda olanda deyirəm mən birazdan gedərəm, məsəl üçün məşqə falan. Amma qıraqda olanda mənim fokusum olsun. Özüm fikirləşmədim. Məsəl üçün mənim yarışım olub, məcbur getməliyəm. Sən indi biraz məqsədin yoxdur. Yeyərəm, təzədən də kökələrəm, mənim yoxdur. Nə olacaq mənim kökəlməkdən? İndi mənim məqsədim məsəl üçün mən böyük məşqə getməsəm, mənim çəkim düşməyəcək bu gün. Bu gün eləməliyəm mütləq. Həm də gedəndə məsəl üçün məndə də olmur həvəs. Amma məşqə gedəndən sonra eləyirsən, deyirsən, nə yaxşı ki gəldim. Sən məsəl üçün özünə məqsəd qoy ki, məsəl üçün mən ayın 15-nə kimi falan kilonu salacağam. Bədənimdə bəzi əzələləri çıxardacağam. Məsəl üçün özün fokus qoy, məqsəd qoy. O məqsəd olmayanda insan hər bir şeydə də məqsəd olmayanda deyirsən ki, bu gün eləməyim də.